47-ci sualdan 39 dərəcə və 41 dərəcə şimal enlikləri arasındakı məsafə 44,4 cm-dir. Bu xəritənin miqyasını tapın. İkisi də enlikdir. Bunların arasında, yəni bu formada çəkim 39, 41. Bunların arasındakı məsafə 2 dərəcədir. 2-ni vururuq 111-ə. 222. Artıq bu oldu həqiqi məsafə. Həqiqi məsafə 222 kilometr olacaq. Burada xəritdəki məsafəni verib 44,4. Miqyası tapanda isə 222-ni 44,4-ə bölürük. Bu deyir 5 kilometr. Burada miqyasda sıfırdan əvvəl gələn ilk rəqəm 5. Və sona baxırıq, kilometr yazılmalıdır. Metr yanlış olar. Çünki biz kilometrə bölmüşük. Ona görə B variantı olacaq. Kəsmə yüksəkliyi 50 metr olduğu sxemdə B məntəqəsində atmosfer təzyiqi 720. Buradakı təzyiq 720 mm-dir. A məntəqəsində atmosfer təzyiqini tapın və kəsmə yüksəkliyi də bizə 50 metr verib. 50-ni bölürük ona. Hər 10 metrdə təzyiq 1 mm artır. Deməli, hər kəsmə yüksəkliyi düşdükdə 5 mm artmalıdır. Çünki yuxarı qalxdıqda təzyiq aşağı düşür, aşağı düşdükcə isə artacaq. 720, 725, 730, 735 və 740. A məntəqəsində təzyiq 740 mm olacaq. 35. Sxemdə C nöqtəsinin mütləq hündürlüyü 600. Bura 600-dür. B-də isə 1200. 1200 metr. Deməli, kəsmə yüksəkliyin biz artıq 600 metr olduğunu bilirik. A-dan D-yə axan çayın uzunluğu 300 km. Buradan çayın uzunluğu 300 km. İndi biz burada A və D-yə axan çayın uzunluğu, çayın orta meylliyini tapmalıyıq. Çayın orta meylliyinin tapılması üçün birinci düşməni tapmalıyıq. Yəni A-la D-nin hündürlüyünü bilməliyik. D-nin hündürlüyü 600 aşağı gəlsə 0 metr. 1200-dən də 600 yuxarı qalxmalıyıq. A-nı taparıq. 1200, bu da 600, 1800 metr. Deməli, biz 1800-dən 0 çıxırıq. 1800 çayın düşməsini tapdıq. Çayın düşməsinin çayın uzunluğuna nisbəti çayın orta meyilliyidir. 1800-də 300-ə böləndə edir 6 metr bölünsün kilometr. Y variantı eləyəcək. Dağın yamacında 1500 metr yüksəklikdə havanın temperaturu 9-dur. 1500 metr hündürlüyüdür. Temperaturu 9 dərəcədir. Bu dağda 4000 metr hündürlükdə havanın temperaturunu 4000 metr hündürlükdə havanın temperaturunu və atmosfer təzyiqini, həmçinin qar xəttinin hansı hündürlükdən keçdiyini müəyyən edin. Deməli, 9 dərəcənin 0 dərəcə olması üçün, yəni bu məsafəni birinci tapaq. 100 metrdə 0,6 dərəcə azalır. X metrdə isə 9 dərəcə azalmalıdır. Yəni 0 dərəcə olması üçün qar xəttini tapmalıyıq. X da bərabərdir edir 9 dərəcə üçün 1500 metr. 1500 metr hündürlükdə 1500 metr hündürlüyə qalxsaq, bura edəcək 3000 metr. Artıq qar xəttinin 3000 metrdən keçdiyini bilirik. 4000 metr hündürlükdə havanın temperaturudur. Bunların arasında, bunlarla da baxa bilərik. 3000-dən 4000 arasında 1000 metr məsafə var. 100 metrdə 0,6 azalırsa, 1000 metrdə də 6 dərəcə azalacaq. 0 isə burada temperatur -6-dır. Yəni azalmalı yuxarı qalxdıqca. Təzyiqi də tapmaq üçün 4000 metri 10-a bölürük 400. Normal atmosfer təzyiqi okean səviyyəsində olur 0 metr hündürlükdə 760 millimetr. Burada 760-dır. 4000 metr hündürlükdə 400 daha az olacaq. Onda olacaq 360 millimetr. Deməli, temperatur -6, təzyiq 360, qar xəttinin keçdiyi hündürlük isə 3000 metr. Cədvəldə Azərbaycan müxtəlif miqyaslı xəritələrdə Bakı ilə Astara şəhərləri arasındakı ən qısa məsafə santimetrlə verilib. Hansı xəritənin miqyası daha böyükdür? Biz burada Bakı ilə Astaranın arasındakı məsafəni təxmini bir rəqəm götürə bilərsiniz. 100 də götürə bilərsiniz, 200 də, 300 də. Biz təxmin elə ona yaxın olan 300-ü götürək. 300-ü buradakı rəqəmlərə böldükdə, məsələn, belə deyəydim. Ya ən böyük olacaq, ya da ən kiçik olacaq. Bunlardan biri olmalıdır. 300-ü 15-ə böldükdə, yəni 15 santimetrə böldükdə 20 kilometr edir. Deməli, 1 bölünsün 20. Kilometrə görə, yəni santimetrə çevirdə 5 sıfır əlavə edirik. 1, 2, 3, 4, 5. Yəni, burada 2 milyon miqyaslı xəritəni tapmış olduq. Amma 300-ü 32-yə bölsək, təxminən, belə deyək də,
10 tapmış olaq. Ondan kiçik rəqəm eləyir. Biz yuvarlaq rəqəm kimi 10 götürək. 10 kilometr yanına 10 kilometr tapmış olduq. 1 bölünsün 10. 5 sıfır əlavə eləsək. Bunlardan daha kiçik olanı, daha böyük olan daha doğrusu 1 bölünsün 1 milyon. Burada deyir ki, hansı xəritə miqyası daha böyükdür? 1 bölünsün 1 milyon. Və cavab 32 olacaq. 5-ci saat qurşağının orta meridianına aid olan xüsusiyyətlər. 5-ci saat qurşağının orta meridianını tapmaq üçün 15-ə vururuq. Eləyir 75 dərəcə şərq uzunluğu. Çünki 1 və 11-ci saat qurşağı aralığı şərq uzunluğundadır, yəni şərq yarımkürəsindədir. Ona görə də hər saat qurşağı 15 dərəcə olduğuna görə orta meridianı tapmaq üçün 15-ə vurmaq lazımdır. 5-i 15-ə vurdu, elədi 75 dərəcə şərq uzunluğu. Aid olan xüsusiyyətlər. Qərb uzunluğu yanlış olacaq. Ekvator xətti ilə paraleldir. Meridianlar ekvatordan düz bucaq altında kesişir. Paralel olunur. Üzərində yerləşən bütün məntəqələrdə yerli vaxt eynidir. Bəli. Bütün meridianların üzərində yerli vaxt eyni olur. Yəni eyni meridianın üzərində yerləşən məntəqələrdə yerli vaxt eyni olur. Ən qısa meridiandır. Meridianların uzunluğu hamısı bir-birinə bərabərdir. 75 dərəcə şərq uzunluğuna uyğun gəlir. Bəli, 75 dərəcə şərq uzunluğuna uyğun gəlir. Bakı şəhərli arasında yerli vaxt 1 saat 40 dəqiqədir. Bakı 50-də, busa 25-də yerləşir, 75-də yerləşir. Bunların arasında 25 dərəcə fərq var. 25-də vururuq 4-ə, edir 100 dəqiqə. 25 dərəcəni 4-ə vurmağımızın səbəbi 1 dərəcənin 4 dəqiqə olmasıdır. 25 4-ə vururuq 100 dəqiqə. 100 dəqiqədə 1 saat 40 dəqiqə edəcək. 1, 5, 6 olacaq cavab. Daha doğrusu 3, 5, 6. Bir variant. Cins yaşlı piramidasıdır. Burada demoqrafik böhran neçənci illərdə baş verdi istəyir bizdən. Neçənci illər baş verdi müəyyən eləməyimizi istəyir. 2009-cu ildə tərtib olunub və böhranın 10 və 14 yaş aralığında olduğunu göstərir. 2009-dan 14-ü çıxırıq. Bir də 2009-dan 10-u çıxırıq. Bu eləyir 95, 1995. Bu eləyir 1999. Deməli, 1995 və 1999-cu illərdə əhalinin artımı say baxımından az olub. Ona görə də demoqrafik böhran yaşanıb. Burada belə sual da verə bilərdi. Hərbi yaşa çatışmamazlıq neçənci illərdə olacaq? Bunların üzərinə 18 gəlib tapacaqdıq. Əmək qabiliyyətli əhalidə çatışmamazlıq desəydiksə 16 gələrək tapacaqdıq. Yəni 1999-un üzərinə 16 və yaxud 1995-in üzərinə 16. Cədvələ sizə məhsulları artan sıra ilə müəyyən edin. Tonu biz hektara bölməliyik burada. 2400-ü 800-ə böləndə 3 eləyir. 2680-i 200-ə böldükdə 13,4 eləyir. 2400-ü 600-ə böldükdə isə 4 ton eləyəcək. Burada artıq artan sıra ilə tapa bilərik. 1, 3, 2 olacaq cavabımız. Gecənin uzunluğu gündüzün uzunluğundan 3 dəfə qısa olduğu halda günəşin çıxma və batma vaxtlarını hesablayın. Onda gecənin uzunluğu gündüzdən 3 dəfə qısa olanda. Onda gecəni x götürərik, gündüz isə 3x götürərik. Bunların cəmi bizə 24 saat verir. 4x bərabərdir 24, x də bərabərdir 6. Deməli gündüz, gecə 6 saat, gündüz isə 18 saat olacaq. Burada günəşin çıxması ilə batması arasındakı fərqlərin arasında fərq 18 saat olmalıdır. 4:30 20:30 bu 16 saat edir. 3 və 21-in arasındakı fərq isə 18 edir. Deməli cavabımız Y variantı olacaq. Həqiqi sahəsi 3718 yazırıq HS 3718. Xəritədəki sahə 22. Miqyası tapmalıyıq burada. 3718-i bölməliyik 22-yə. Bu kök altda eləyir 169. Dəqiq baxın. 3718 bölünsün 22.
169. Bundan da 13 çıxır. Artıq biz miqyası bildik ki 13-dür. Deyir ki, xəritədə su anbarının qərbindən şərqinə qədər olan məsafə 14 santimetrdir. Onda xəritədəki miqyası artıq bildik 13. Xəritədəki məsafə 14. Həqiqi məsafəni tapmaq üçünsə 13-ü vururuq 14-ə. 13 vurulsun 14. Bu da eləyir 182 kilometr. Cavab belə olacaq. 53-də. Dağın yamacında dəniz səviyyəsində 800 metr hündürlükdə. Havanın temperaturu 28 dərəcə. Dağın yamacında, yəni burası 0 metr olsun, burası 800 metr olsun. Burada temperaturu 28 dərəcə. Zirvədə 13-dür. Zirvənin hündürlüyünü bilmirik, amma temperatur 13 dərəcə olduğunu bilirik. Dağın mütləq hündürlüyü neçə metr olduğunu hesablayın. Bunların arasındakı fərqi tapırıq. 28-dən 13 çıxanda 15 eləyir. Yəni bu temperatur fərqi 15 dərəcə. Deməli 800 metrdən zirvəyə çıxdıqca temperatur 15 dərəcə azalır. Deməli 100 metrdə 0,6 dərəcə azalır. X metrdə isə 15 dərəcə azalır. X də bərabərdir. Bu eləyir 1500. Daha doğrusu 2500. 15 dərəcə azalmaq üçün 2500 metr hündürlük lazım. Burası 800 metrdirsə, 2500 metr yuxarıya qalxsa eləyəcək 3300 metr. Növbəti sualdan. Səyyah A nöqtəsindən 0 dərəcəli azimutla, A nöqtəsi buradır, 30 dərəcə şərq uzunluğu, 20 dərəcə cənub eniyi. 0 dərəcə azimutla 6660 km yol gedim. Yəni bunu 111-ə bölərik, meridianla hərəkət eləyirik, 0 dərəcə azimut deyir. 111-ə bölərik, 60 dərəcə taparıq. 20 dərəcədən ekvatora qədər 20 dərəcə. Daha 40 dərəcədə yol getsək, 40 dərəcə şimal enliyinə çatmış oluruq. 270 dərəcə, yəni qərb istiqamətində 5124 km. 5124-ü bölməliyik 40 dərəcə şimal enliyində 1 dərəcənin uzunluğuna, yəni 85,4-ə. Bu da eləyir 60 dərəcə. 30 dərəcə şərq uzunluğundan 60 dərəcə qərbə tərəf getsək, 30 dərəcə getsək Greenwich'ə çatırıq. Daha 30 dərəcə getsək 30 dərəcə qərb uzunluğuna çatmış olarıq. Məntəqəmiz 40 dərəcə şimal enliyində 30 dərəcə qərb uzunluğu eləyir. Səyyahın çatdığı nöqtənin coğrafi koordinatını və həmin nöqtə ilə A nöqtəsi arasındakı saat fərqini. 30 dərəcə şərq, 30 dərəcə qərb, cəmi 60 dərəcə. 60-da 15-ə bölərək artıq 4 saatda fərqin olduğunu bilirik. Altmış ikinci suala baxırıq. 25 dərəcə 36 dərəcə şimal enlikləri arası, 46 və 56 dərəcə şərq uzunluğu arasında yerləşən coğrafi koordinatlar hansı sahələrə düşür? 25-36. 25 təxminən bura düşür. 36 da 30-dan 40-ın arasında təxminən bura düşəcək. 46 dərəcə şərq. 46 bura, 56 da bura düşür. Bunların kəsişməsini götürürük. Kəsişmə həm 2-yə düşür, həm də 4-ə. Deməli, Y variantı olacaq. Növbəti sual. Echolotdan göndərilən səs siqnalı 10,3 saniyədən sonra geri qayıdır. Bu verilən coğrafi obyektə hansının dərinliyinə daha yaxındır? Biz echolotdan göndərilən səs siqnalı saniyədə 1500 metr bölünsün, 1500 metr sürətlə hərəkət etdiyini bilirik. Ona görə də 10,3-ü vururuq 1500-ə, bölməliyik 2-yə, çünki gedib qayıtma müddətidir. Bu 7725 eləyir, cavab 10,3 vurulsun 1500, bölünsün 2, 7725. Deməli, Zonnovunun dərinliyə yaxın bir dərinlik əldə eləmiş oluruq. 1991-ci ildə çay tarlaları Azərbaycanda 13.000 hektar sahəni əhatə edib. Onların 60% məhsul verən sahələr idi. Bunda 13-ün biz 60%-ni tapırıq, %60-ını tapırıq. Onun üçün %60-ını tapanda təxminən edir 13, 7,8 min hektar. Deməli, 7,8 min hektar məhsul verən bizim torpaqlarımız olub. Həmin ildə 31,2 min ton məhsul əldə olunub. Orta məhsuldarlıq istəyir. Burada da göstərib bizə tonu hektara bölməliyik. Bizim tonumuz 31,2-dir. 31,2-ni 31,2 bölünsün 7,8-ə. Burada da cavab edir 4 ton. Deməli, hər hektarda 4 ton məhsul əldə olunub.
54-cü sualda deyir, statistik məlumata görə müvafiq olaraq kənd təsərrüfatının üdmədəki, heyvandarlığın isə kənd təsərrüfatdakı xüsusi çəkisini faiz hesablayın. Adi faiz məsələsidir burada yenə. 65-in yüzdə x-i 12,8. 12,8-in yüzdə x-i bizə verir 4,6. Burada x tapmaq üçün 128'i 65'e bölürük. 128 daha doğrusu 1280 bölünsün 65'e. 19,7 edir. Yani 69 tekrar 10,7. 460 ise bölürük 12,8'e. Bu da edir təxminən 35,9. Deməli cavabımız 35,9. Cavabımız B variantı eləyəcək. Növbəti sual. Gəncə Qazax İqtisadi Coğrafi rayonunda əhalinin sayı 1152,6 min nəfər, kənd əhalisi 623,8 min nəfərdir. Bu İqtisadi Coğrafi rayonunun urbanizm səviyyəsi müəyyən edin, yəni hesablayın. Deməli 1152,6-nın yüzdə x-i, yəni kənd əhalisi 623,8. Burada da 623,8 vururuq 100'e. 623,8 vurulsun 100. Bölünsün 1152,6. Bu da 1152,6. Bu da təxminən 54% edir. Bir dəfə də hesablayın. 623,8'i 100'e vurup böldürür 1152,6'ya. Təxminən 54,1 edir. Deməli 54,1 kənd əhalisidirsə, şəhər əhalisini tapmaq üçün də bunun 100%-dən çıxır. 100-dən çıxırıq 54,1. Bu da edir 45,9. Cavabımız B variantı. Sadə bir sualdır. Biz kənd əhalisini tapdıq. Çünki kənd əhalisinin sayını vermişdi. Daha rahat bu formada eləmək olar. Orta duzluğa malik Dünya okeanının 8005 litr suyunun buxarlandırılmasına neçə kilogram duz əldə etmək olar? Orta okean deyirsə, yəni 1 litrində 35 qramdır. 1 tonunda isə 35, 1 litrində 35 qram, 1 tonunda isə 35 kilogram olur. Onda 8500 litr nə qədər? 8,5 tonunda nə qədər olar? 35'də vururuq 8,5'e. Bu da eləyir 35 kilograma 297,5.